Mən Qabil Seyidov 1973-cü ildə Zərdab rayonunun Şah Hüseynli kəndində anadan olmuşam. Kənd məktəbində təhsil aldım. 93-cü ildə rayon komissarlığı tərəfindən hərbi xidmətə çağırıldım. Ümumi hərbi təlim keçdikdən sonra Qarabağa göndərildim. Füzuli və Ağdam rayonlarında torpaqlarımızın azadlığı uğrunda döyüşdüm. 93-cü ilin son aylarında, 94-cü ilin əvvəllərində Füzuli, Ağdam, Ağdərə istiqamətlərində ağır döyüşlər gedirdi. Uğurlu əməliyyatlardan sonra ordumuz Füzuli istiqamətində bir neçə kəndi düşmən işğalından azad etmişdir. Düşmən yeni qüvvə toplayaraq həm Füzuli, həm də Ağdam istiqamətində hücuma keçmişdir. 94-cü ildə Ağdam istiqamətində gedən döyüşlərin birində ağır yaralandım və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə yüksəldim.